Şimdi bugün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım. Bir neçə dəqiqə keçmiş, atəşkəs Ermənistan tərəfindən pozuldu. Tərtər rayonuna yenə də atəş açıldı. Əgər istəyirsinizsə sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Gedin, baxın da F-16 neyinir? Havadadır, yerdədir. Hər kəs bilir ki, yerdədir. Öyle təlimlər üçün gəlir və müharibə başlayanda qalıbdır. Türkiyə qardaşlarımız onları saxlayıblar bizə mənəvi dəstək vermək üçün. Bir də ki, əgər bizə qarşı kənardan agresiya olarsa, o F-16'ları görəcək onu. Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir?